Özü təqdim eləyin zəhmət olmasa. Əhmədova Qızılgül Mirdamət qızı. Harada yaşayırsınız? Hardan Mən gəlmisiniz? İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayıram. Gələndə nə şikayətlərin var idi? Gələndə mən çox ağır vəziyyətdə gəldim. Nə şikayətlərin? Gəldim, həkimə şikayətlərimi elədim. Çox sağ olsun mənə. Nə narahat eləyirdi? Narahatçılığım çox idi. Təzyiqdən əziyyət çəkirdim. Yuxusuzluq məni narahat edirdi. Özümü halsız hiss eləyirdim. Həkimin bütün danışdım da bütün dərdlərimi. Həkim mənə ətraflı qulaq asdı, sağ olsun. Başqa nə problemin var idi? Yadından çıx. Başqa problem, ürək döyüntüm var idi, yuxusuzluq. Zovdan əziyyət çəkirdim. Çox əziyyət çəkirdim. Ümidsiz yaşayırdım həyatda. Nə müalicələr aldınız? Müalicə, çoxlu müalicə. Təbii müalicələr. Təbii müalicələr etdi həkim mənə, çox sağ olsun. Onun şəfalı əllərinə həmişə təşəkkür eləyəcəm mən həkimə. Sağ olun. Ağrı. Ağrılarla məni müalicə etdi. Sonra? Zəllərlə məni müalicə etdi. Sonra mənim boğazıma qurbağa bağladı. Mən onun çox xeyrini görmüşəm. Allah kömək olsun həkimə. Həkimə uzun ömür, can sağlığı arzu verirəm. Sağ olun, var olun. Həmişə mən ömür boyu həkimə, mən özüm namaz qılanam. Həmişə həkimə dualar eləyəcəm. Var olun. Ailəmiz adından təşəkkür eləyirəm həkimə. Çox sağ olsun. Siz sağ olun. Mənə ətraflı qulaq asdı. Mən hər tərəfli müalicə elədi. İndi özümü çox yaxşı hiss edirəm. Çox sağ olsun həkim. Siz sağ olun. İmişliyə, Bəhrəmtəpəyə salamlar. Çox sağ olun həkim. Var olun.